Əmək Məcəlləsinin 111-ci maddəsində edilən dəyişikliyə əsasən artıq işçilərə məzuniyyət pulu hesablandığı vaxt orta əmək haqqı saxlanmaqla məzuniyyət pulu ödənilməlidir. Bu zaman nəyi nəzərdə tuturlar? Gəlin misal üzərindən daha dəqiq şəkildə baxaq. Təsəvvür edin ki, işçi fevral ayında məzuniyyətə çıxır və 14 günlük məzuniyyət götürüb. Bu zaman fevral ayında onun iş günlərinin sayını müəyyən edirik ki, bu 20 gündür. Daha sonra işçinin məzuniyyətdə olduğu iş günlərinin sayını müəyyən edirik. Bu niyə lazımdır? Bilirik ki, məzuniyyət haqqı hesablanan zaman təqvim gününə, əmək haqqı hesablanan zaman isə iş gününə əsasən müəyyən edilir. Orta əmək haqqını müəyyən etdiyimiz zaman bizim üçün lazımdır. Daha sonra orta aylıq əmək haqqını müəyyən edirik. Orta aylıq əmək haqqı da necə hesablanırdı? Əvvəlki videolarımda da bəhs etmişdim. İşçinin 12 ay ərzində topladığı əldə etdiyi bütün əmək haqqı toplanır, 12-yə bölünür. Daha sonra bir günlük əmək haqqı tapılır və bir günlük əmək haqqı tapıldıqdan sonra neçə gün məzuniyyətə çıxacaqsa, həmin məbləğə vurulur. 23.3-ü 14-ə vururuq və müəyyən edirik ki, məzuniyyət haqqı 322 manatdır. Bəs gəlin görək, bu məbləğ işçinin orta əmək haqqından azdır ya yox? İşçinin orta əmək haqqını tapan zaman isə ötən ay əldə etdiyi 650 manatı bölürük iş günlərinin sayına və daha sonra həmin rəqəmi artıq biz əmək haqqını müəyyən etdiyimizə görə iş günlərinin sayına vururuq və bu zaman görürük ki, işçi 325 manat orta əmək haqqı düşür. Əgər fevral ayında işləsəydi, bu qədər əmək haqqı əldə edəcəkdir. Buna görə də işçiyə məzuniyyət pulu olaraq 322 manat deyil, 325 manat veriləcək.